Bilsəm ki, mamam məni uşaqlıqdan çıxartmayacaq, günü bu gün gedib evdə it saxlayaram. Çox sevirəm itləri, çox xoşum gəlir. Hamı da saxlayır da, nə gözəlliyində bilmirəm niyə qoymur. Niyə itlər sevirsiniz? Çünki gözəldilər, şirindilər, belə yanındadır da, həmişə yanındadır. Yeməyi verirsən, yeyir, içir, oturur yanında. Etiraz eləmirlər. Etiraz eləmirlər. Həmişə sizin yanınızdadılar. Hə, həmişə mənim yanımdadır. Nə qədər ki mən qolamıram duracaq yanımda. Sizi atıb getmə ehtimalları yoxdur. Yox, çünki məndən asılıdır. Xoşum gəlir. Xoşunuz gəlir. Psixoanalitikada buna çox qəşəng bir yanaşma var. İnsanın yəqin fikir vermisiniz sosial şəbəkələrdə, ümumiyyətlə cəmiyyətdə bu dəqiqə kütləvi şəkildə heyvanların daha aktual olduğu, hətta pişik videolarının daha çox izləndiyini görürük. Heyvanpərəstlikdir də, yəni sevgimiz artıq heyvanlara. Nəyə pisdir ki? Aha, əslində burada görünür çox gözəldir. Aha. Sevgimiz artır, mərhəmətimiz artır. Amma bu sevgi, mərhəmətin biraz bir başqa yönü var. Nəyə? İnsani münasibətlər qəlizləşdikcə, cəmiyyət içərisində tənhalıq dərinləşdikcə heyvanlara istilik və mehribançılıq artar. Deməli bu bizim o heyvanlara olan sevgimizdən deyil, insanlara olan uzaqlığımızdandır. Bəli. Bizim insanlarla münasibətlərimiz nə qədər qəlizləşir, bizim nə qədər xəyanət olunma qorxumuz var, bizim nə qədər insanlarla dava-dalaş, mübahisə, bir çox məsələlərdə problemlərimiz var. Biz evə qayıdırıq, axşam işdən yorğunuq, stres içindik və bizim evdə qapını açıram və orada yumuşaq bir tük topası qucağıma atılır. O məndən soruşmur ki, niyə gec gəlmisən? O məni sorğu-sual eləmir. Niyə yemək hazırdır? Hardasan? Niyə hazırdır? Hardasan? Sən yenə gecikmisən və bir çox tənqiddən üstümə gəlmir. O mənim hər zaman etibarlı olaraq orada qoyub getdiyim yerdədir. Hətta məşhur filmlərdən bir yaxşı bir lətifə var. Deyir ki, iflic adamı harda taparsan? Deyir, qoyub getdiyin yer. Qoy getdin. Hə. Yəni bax orada o lətifədə deyildiyi kimi o heyvanlar da bizdən asılıdırlar. Biz o heyvanlara qayğı göstərdikcə özümüzün yaxşı və mərhəmətli olmağımızın illüziyasındayıq. Özümüzü aldadırıq. Özümüzü aldadırıq və özümüzü aldatdıqca və xüsusilə uşaq vaxtı emosional yaralanmalar yaşayan insanların həyatında heyvanlar daha çox aktual olur. Məsələn, anası onu vaxtında tərk edib gedibsə, ailədə boşanma olubsa, atasını itiribsə, bu adamlar üçün pişiklər əbədi partnyorlardır. Heyvanlar xəyanət olunmaz varlıqlardır. O anda insan emosional olaraq tam bir məmnuniyyət yaşayır. Mən insanın əlindən mənə yaxınlaşma ehtimalını almışam. Özümü tənhalığa çəkirəm, yanıma da bir dənə heyvan qoyuram ki, gəlib o ünsiyyət ehtiyacımı ödəsin. Ünsiyyət ehtiyacımız və bu ünsiyyət ehtiyacında yalnız mənim mərhəmətim, mənim mehribanlığım və mənim qoyduğum qaydalar var. Mənim hakimiyyətimdədir hər şey, mənim nəzarətim altındadır. Mənim nəzarətim altındadır. İnsanların dünya ilə münasibətlərdə ən çox müvəffəqiyyətsiz uğradıqları məsələ öz zehinlərində inşa etdikləri xəyal durumudur. Bizim dünya haqqında münasibətlərimizi xəyallarımız tənzimləyir. Xəyallarımız necə bir şəkildə bunu tənzimləyir? Məsələn, məişət bir problemi qoyaq. Mən xəyalımda hər zaman özümü evin böyük oğluna getdiyimi, özümün ayrıca bir evim olduğunu, o evimdə özümün xanımlıq elədiyimi xəyalımı qurmuşamsa, mənə elçi gələn evin kiçik oğlanların hamısına yox deyəcəm. Şans vermirəm. Şans verməyəcəm. Çünki mənim o xəyalımla uyğun gəlmir. Və yaxud da xəyalın daha belə bir dəhşətli formada dağılmasına başqa bir nümunə deyək. Bir şəxslə tanış oluram, onunla dost olacam, onunla ailə həyatı quracam. Onun haqqında o qədər gözəl xəyallarım var. Ay o belə romantikdir. Rəfiqələrimə də danışıram. O hədiyyələrin birini qoyur, birini götürür. Hər şey çox gözəldir, hər şey qəşəngdir. Evlənirik. Türklərin dili ilə desə cicim ayları keçdi, bal ayları keçdi, gözəllik ayları və bir baxıb görürəm ki, vay, burada bir dənə başqa bir xüsusiyyət meydana çıxdı. Burada belə bir xasiyyəti varmış. Burada başqa cür şəkildə tam yalan olmasa da dolaylı yalan danışdı. Və o anda mən fərqinə varıram ki, qarşımdakı insana dair illüziyalarım dağılmağa başlayır. Amma çox adam bunu illüziya olaraq qəbul eləmir. Qarşısındakı adamın dəyişməsi olaraq dəyərləndirir. Ümumiyyətlə belə bir söz var, insanı tanıyana qədər öz xəyalındakına aşiqsən. Bəli. Sən həmişə öz xəyalındakına aşiqsən, sonra
tanıdıqca o adam əslində özün göstərir, olduğu kimi çıxır ortalığa, amma biz deyirik ki, sən dəyişdin. Evlənəndən əvvəl sən belə deyildin, evlənəndən sonra sən dəyişdin. Bəli, bəli. Amma əslində orada məsələ odur ki, sən evlənənə qədər öz illüziyanın zirvəsindəydin. Sən o zirvədən yıxılmısan. Adam yenə həminki adamdır. Sən onu o qədər o çəhrayı iynə arxasından izləmisən ki, elə başa düşdün. Bir gün çəhrayı iynəyi kimsə vurub sındırır. Və o sınmış yerdən baxırsan, nəinki o sınmışlığın ağrısı, o xəyalın dağılması elə bir emosional partlayış yaradır ki, deyirsən ki, yox, sən dəyişilmisən. Mən bu adamla yaşaya bilmərəm. Mən bu adamla yaşaya bilmərəm. Mən tanıdığım adam sən deyilsən. Mənim aşiq olduğum adam sən deyilsən. Aşiq olduğum adam sən deyilsən, amma əslində o həmin adamdır. Sadəcə o illüziyanın divarları dağıldı. O illüziyanın bütün sistem alt-üst oldu və o illüziyanın dağılmış yerindən baxıram və onda fikirləşirəm ki, dünyada ən etibarsız bir şeydir. Ən yaxşısı bir şeydir. Elə getirdim pişiyimi saxlayım, oturum başımı salım aşağı. Ac qulağım, dic qulağım, əsl ondan. Aha. Bu artıq insan orada tamamilə öz xəyallarının arxasınca yox. Məsələn, bir çox insanlar öz xəyallarına nağılvari bir asıllıq yaşayırlar. Bu nağılvari asıllıq necə olur? Bu nağılvari asıllıqda bizim beynimizdə, zehnimizdə bir nağılvari bir qəhrəmanımız olur. O qəhrəman hər zaman oradadır və o qəhrəmana hər zaman bir umudumuz var. Ailəm dağılsa da, məsələn, bu dəqiqə kütləvi şəkildə cəmiyyətdə görürsün nə qədər boşanmalar var. İnsanlar hər zaman bir ağatlı oğlanın arxasınca düşürlər və elə başa düşürlər ki, harasa bir ağatlı oğlan var ya da hardasa bir Rapunzel var, harasa bir şahzadə var. Uşaqlarımızın beyninə yeridilər nağıllar. Bəli, bəli. Bunlar hamısı bizim öz xəyal dünyamızı inşa etdiyimiz prototipləri və o prototipi həyatda tapmayanda, dünyada tapmayanda biz böyük bir frustrasiya yaşayırıq, böyük bir xəyal qırıqlığına uğrayırıq. Və bu çöküşdə, o çöküş bizi davamlı olaraq insanlardan uzaqlaşdırır. 1950-ci illərdə Barbie gəlinci cizgi filmi meydana çıxdı və bunun ardınca kütləvi şəkildə Barbie kuklasının istehsalı başladı. Barbie kuklası qüsursuz bir qadın modeli ortalığa qoydu. Qüsursuz bir qadın. Bu qadın modeli arıqdır, artıq kilosu yoxdur və bu Barbie kuklası ilə böyüyüb şuurunda Barbie zehni ilə yaşayan qadınların əksəriyyəti bu gün plastik əməliyyat stollarında can verilir. Bəzən düşünürəm ki, görürsən 20 ildən sonra normal simada qocalmış bir nənə tapa biləcəyik. Ya bu benim üçün artıq bir arzuya çevrilməyə başlayıb ki, görürsən necə olacaq? Üzünə qırış düşmüş nənə görmək istəyirik. Ay, nə gözəldir. Ay, nə gözəl. Mən onu görmək istəyirəm və orada artıq mən reallıqdayam. Mən o reallığı görmək istəyirəm. Mən artıq o reallıqda hər bir şey kənara itələyirəm və deyirəm ki, mənə həqiqəti söylə. Və burada artıq yenə də insan öz xəyalında inşa elədiyin ardınca gedir. Xəyalında inşa elədiyin valizən gedir plastik əməliyyat elətdirir. Xəyalında inşa elədiyin ardınca gedir özünə qapanır. Xəyalında inşa elədiyin valizən insanlardan uzaqlaşır. Burada inkişaf yoxdur. Burada insan obyekt yönümlüdür. Bu obyekt yönümlüdə insanlar günahkardır, cəmiyyət pisdir, ölkə xarabdır, idarəçilik problemlidir. Burada hər zaman şikayət var. Və bu şikayət yönümlüdə insan infantilcəsinə, uşaqcasına çəkilir öz küncünə. Orada ancaq şikayət edir və bəxti gətirməməzliyindən, uğursuzluğundan, şəraitin pisliyindən, onun qədrini heç kəsin bilməməyindən, o kefli İskəndərdir. O hər zaman kefli İskəndər olmanı haqq qazandırır. O qalxıb gedib bircə də Şeyx Nəsrullaha ağzına bir söz desə, ən azından gecə hücum edib onun qaldığı evi yandırsa, ən azından nəsə bir tərpəniş eləsə, amma o artıq orada o yuvarlanıb öz evində pişiyini sığallaya, sosial şəbəkədə veylənir və günü başa vurur, yatır. Bunlar düzəlməyəcək. Mən özümü yola verim. Və burada isə şəxsin düzəlməyindən söhbət getmir. Yaxşı, hər şey problemlidir. Və sən problemi cəmiyyətdə nə gəzirsən? Sən burada nə gəzirsən? Niyə burada yaşayırsan? Onda belə çıxır ki, elə ən böyük problemli bəlkə sənsən. Bəlkə birazca da bir özümüzə çəkimi düzgün verək, bəlkə bir nəyisə dəyişək, nəyisə o bizə hörülmüş bədənimizə, bizə iliklərimizə qədər yerilmiş o yalançı mənin dağıdılmasına başlayaq. Bəs insan o necə fərqinə varsın ki, əslində məndə də problem. İnsan əgər özündəki problemə köklənməsə, bu onun içərisində böyük bir ağrıya və əzaba səbəb olacaq. Çünki bu ağrı, əzab müəyyən dövrdən sonra şikayətlənməkdən də bezirik. Çünki nə vaxt yaxşı 20 il şikayətlənirsən sonra adam bəlkə də şikayətləndiyinin fərqində olmur əslində. Bəli, 20 ildir günahlandırırsan. 20 ildir pişiklər bir-birinə vəz eləyir, bir ölür, o birisini gedib tapırsan. Yoxsa ki, gedirsən itlərin yurdunda
vaxt keçirirsən, və yaxud da ki, təbiətə, meşəyə üz tutursan. Yaxşı, bütün bunlar getdi. Axı bütün bunlar hamısı qaçışdır. O özündəki o əbədi tənhalıq, əbədi frustrasiya, əbədi özünlə üz-üzə gəlməyin verdiyi acı, ağrı, ilahi, elə zalım mənəm. Əgər bir nəfər şikayətlənirsə ki, mən zalım birinin əlindəyəm, mən zalım biri ilə həyat yoldaşıyam, ya zalım biri mənə əziyyət eləyir, onda baxmaq lazımdır ki, bəlkə bu zalımın bir azca, heç olmasa 10% də olsa, bəlkə səndə elə o bir potensial var. Baxın, onda görürsən ki, elə bu mətbəxdə soğan doğrayanda zalımlıq elədi. Məsələn, qonşunun əleyhinə danışdı, onun haqqında heç bir mərhəmət olmadan fikir yürütdü, öz övladının heç bir mərhəmət eləmədən sözünü kəsdi və yaxud da ki, heç bir mərhəmət eləmədən qarşısındakı uşağa 3 yazdı. Elə bəlkə bu zalımlıq sənin öz fitrətindədir. Bəli, bəli, sən elə ona görə özünə bənzəyənin yanındasan. Özünə bənzəyənin yanındasan. Sən kiçik zalımlıqlar böyük zalımlıqlar yaradır. Kiçik zalımlıqlar. Hətta böyük bir söz var, deyirlər ki, elə ki bir ölkədə xırda adamların kölgəsi böyüdür, o ölkədə deməli günəş batır. Günəş batır. Yəni bu baxımdan baxmaq lazımdır ki, bu qaçış ha vaxta qədər olacaq. Bəli, mən qaçıram, mənim problemlərim var. Sən mənim xəyallarımı doğrultmadın, sən yaxşı həyat yoldaşı olmadın, sən yaxşı övlad olmadın, sən yaxşı qaynan olmadın, sən yaxşı baldız olmadın, sən yaxşı dost olmadın. Bəs onda yaxşı dediyimin kriteriyası nədir? Yaxşı tapılır yoxsa yaradılır? Tapılır yoxsa yaradılır? Mən orada baxıb görürəm ki, kütləvi şəkildə mənim axşam oturub pişik videolarına baxmaqda məqsədim oradakı o qayğını, o yumuşaqlığı, o pofuduqluğu hiss etməkdir. Amma dönüb baxıram, görürüm ki, özüm tükləri qabarmış kirpiyə dönmüşəm. Özümdən xəbərim yoxdur. Tikanlarımla bu gecə yatmağa gedəcəm. O tikanlar gecə yuxuda da mənə batacaq. Onda məndən soruşulacaq ki, sən hardasan? Hardasan? Cavabım yoxdur sualım. Mən hardayım? Mən itmişəm əslində tikanların arasında. Əslində o tikanların arasında o tikanları aralayacağam, o kirpini qucağıma alacağım və əlimə baxacağam. Deyəcəm ki, sən nə vaxt incidiblər? Sən nə vaxt uzaqlaşmısan? Bax, burada artıq o başqa bir mərhələyə keçirik. Bir sürü pişiklə yaşamaq özü o böyük bir məhəbbətin ardınca olmaqdır, böyük bir sevginin ardınca olmaqdır. Amma yenə burada insan unudur. İnsan unudur ki, məhəbbət tapılmır, məhəbbət yaradılır, inşa edilir, illərlə inşa edilir. İndi hazırda ailə institutu sürətlə dağılır və ailə institutunun dağılması insanlara bir şeyi bəlkə də 20 il sonra yenə çatdıracaq. Deyəcək ki, o insanlar qazandılar ki, o insanlar 10 il, 15 il bir ailənin içərisində səbr edib qala bildilər, bir-birlərinə dözə bildilər və onlar 60 yaşına çatanda, 70 yaşına çatanda bir-birlərini qoca və qarı olaraq bir-birini qucaqlayanda deyəcəklər ki, biz bacardıq. Hər şeyi rəğmən bacardıq. Son zamanlar fikir vermişsiniz ki, sosial şəbəkələrdə videoların vaxtı azalmağa başlayıb. Məsələn, heç olmasa əvvəllər 2 dəqiqə idi, sonra 1 dəqiqə 50 saniyəyə düşdü, sonra 1 dəqiqə düşdü. İndi artıq hazırda trend 7-8 saniyənin insanların diqqətini cəlb elədin. Elədin. Nə deməkdir? Dəyişən nədir ki? Dəyişən odur ki, insanlar daha az səbir sahibidirlər, daha az dözüm, tutum məsələləri aktualdır. Növbəti nəsil isə daha dəhşətli gələcək. Bəlkə də onların ümumiyyətlə o videolara baxmağı heç azcazıq da olsa səbirləri və hövsələləri olmayacaq. İndi bu səbirsiz və hövsələsiz insanlar, qarşısındakı nə dəyişməyə, nə də özünü dəyişməyə səbir yoxdur. Özünü dəyişim uzun müddətli böyük bir prosesdir. Bu uzun müddətli prosesə başlamaq, problemin əslində qarşındakı adamdan yox, səndən qaynaqlandığı fikrinə gəlmək, hələ dəyişmək yox, fikrinə gəlmək özü böyük bir mərhələdir. Bu mərhələdə insanlar bir-birlərinə dözməyi, bir-birlərini başa düşməyi və bir-birlərini sevməkdən əl çəkiblər. Çünki bu aşırı bir yorğunluqdur, aşırı səbir tələb edən bir məsələdir. Və bu artıq o sosial şəbəkədə o yayımlanan videolar insanlar avtomatik olaraq şuuraltısına ötürüb və şuuraltı artıq reallıqla həyatı bir-birindən ayıra bilmədiyinə görə o anında 5-6 saniyədə ehtiyacın ödənilməsini tələb edir. Mənə lazım olanı ya indi verirsən, ya da sən mənə lazım deyilsən. Bəli. Burada artıq ehtiyacların sürətli ödənilməsi, sürətli qazanılma, sürətli dostluq, sürətli sevgi, artıq insan sürətli bir istehlakçıya çevrilir. Burada münasibətlər sürətli istehlak yolunu qurtarır və insanlar sürətlə bir-birlərini 2 ildə bezirlər. İnsanlar 20 ildə getdiyi yolu 2 ildə gedirlər, 40 ildə getdiyi yolu 2 ildə gedirlər və
Və bir də mühüm bir məsələ, bu real bir faktdır. Megapolislərdə zaman sürətli keçir, kəndlərdə, şəhərlərdə asılı keçir. Niyə? Çünki megapolisdə insan sürətlənir və bu sürətlənmə kainat genişləndiyi kimi insanın sürətlənməyi də onun üçün heç də yaxşı nəticə verməyəcək. Bəlkə də müəyyən bir dövrdən sonra, 10 ildən, 15 ildən sonra hardasa bir ailə görüb onu çəkməyə gedəcəklər, videosunu çəkməyə gedəcəklər ki, hardasa bir ailə var, 30 ildir bir-birləri ilə yaşayırlar. Ay amma Necə oldu bu? o necə olub ki, belə 30 il bir insan bir yerdə? Bu necə baş verəcək bu işlər? Bəli, artıq onlar günü-gündən insan, müasir insan izlədiyi videolar qədər olacaqlar. Onda sevgimizi heyvanlara, pişiklərə, itlərə yox, insanlara verməyə cəhd eləyək biz daha çox. İnsan insanı sevsə, insan cəmiyyəti sevsə, orada insanlar da xoşbəxt olacaq, heyvanlar da xoşbəxt olacaq. Hərəsinin öz yeri var. Çox sağ olun.